İlk Avropa oyunları başa çatdı. 17 günə əhatə edən İdman bayramı çərçivəsində hər məqamda, açılışda da, bağlanışda da bir xanım incəliyi hiss olunurdu. Rənglərin harmoniyası, şərqin füsunkarlığı, qərbə doğru oyanış, odlar yurdunun alovu tək parlaq gənclik, enerji dalğası və bütün bu yaşananları Avropaya ötürən Bakı küləyi. Cəmi 30 ay çərçivəsində bu yük ölkənin birinci xanımına həvalə olunmuşdu. Və nəhayət oyunlar uğurla başa çatandan sonra Mehriban Əliyeva dövlət başçısı tərəfindən yüksək mükafatını aldı. İlkin Kərimovun reportajı. İlk Avropa oyunlarına qalib gəlmiş Azərbaycanlı idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici vətəndaşlarla görüş keçirilib. Prezident İlham Əliyev xanımı Bakı 2015 birinci Avropa oyunları təşkilat komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlət başçısı mərasimdə nitq söyləyib. Hər bir xırda məsələyə görə bütün işlər ən yüksək səviyyədə görülmüşdür və məhz buna görə oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın xüsusilə böyük fəaliyyətini yüksək qiymətləndirirəm və o bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, öz canını qoymuşdu bu oyunların bu səviyyədə keçirilməsinə. Tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun. Sonra mükafatlandırma mərasimi olub. Nəticə əldə etmiş idmançılar, yarışların təşkilində əməyi olan şəxslər mükafatlandırılıblar. Bakı 2015 birinci Avropa oyunları əməliyyat komitəsinin əməliyyatlar üzrə baş direktoru Simon Clegg, Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlət başçısının minnətdarlığını çatdırıblar. Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın Heydər Əliyev ordenlə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı oxunub. Dövlət başçısı Heydər Əliyev ordenini Mehriban Əliyevaya təqdim edib. Siz bir daha bütün dünyaya sübut ettiniz ki hiçbir qara qüvvələr bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq. Daha sonra birinci Avropa oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yadda qalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən video çarx nümayiş olunub.